Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Şol Kəlbəcəri Çağdaş Təhsil Komandasının rəhbəri, bu günlərin Azərbaycanımızın çox gözəl bölgəsi olan qonaqpərvər, ziyalı, elmlər yetişdirən, elm xadimləri yetişdirən bir rayonda, Qəbələ rayonda. Qəbələ rayonda mən illər əvvəl Qumru kəndində, Həzrə kəndində olmuşdum. Düzdür, Qəbələ haqqında tənqidləri də çox sevmişəm, amma müsbətləri də çox sevmişəm. Və bu günlərin müsbət mənada, təqaüdlü olan müəllimlərdən biri sizlərə təqdim etmək istəyirəm. Müəllimdə asılıqlı gördük, Allah təala ömür versin. Həyatının 40 ildən çoxunu təhsilə fəal etmiş müəllim. Gözəl ağsaqqal, gözəl ziyalı sizlərə təqdim etmək istəyirəm. Sizə uzunuzdan sağlar dilirik müəllim. Adınız, soyadınız? Həmdol Əfrasından. Çox gözəl. Müəllim, hal-hazırda neçə yaşınız var? 82. Ay maşallah, Allah ömür versin. O gün olsun siz 85 yaşınızda gələk, 90, 100 yaşınızda gələk, gözəl çəkiliş edir müəllim. Hansıdan tədris eləmişsiniz? Rus dili. Rus dili, çox gözəl. O dövrdə tələbat rus dilində daha çox olduğuna görə, indiki ingilis dili kimi rus dilində tələbat olduğuna görə, rus dilində daha çox neyildir. Bütün dövlətli, bütün nəmin bəli. Ona görə siz rus dilində olmuşsunuz. Amma biz bildiyimizə görə siz müəllimlərdə şagirdlərə sorğular aparmışıq. Təhsil öz fəndinizi deyil, həm də şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə təbliğ edəmişsiniz. Ona görə sizlərinizə sağ ol deyirik, dərin təşəkkür edirik. Bəli. Siz təhsil şagirdlərə öz rus dilini deyil, həm də bayrağımızı, vətənimizi qorumağı, dövlətimizi qorumağı təbliğ edəmişsiniz. Kənddə zamandan soruşduq, siz gözəl ağsaqqalsınız, gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var mənim? 5. Allah sağ olsun. Övladlarınız nə işlə məşğuldur? Adlar nədir? İkincidə Adlar nədir övladlarınızın? Tərhan bəy, onu da Səfa. O da, oğlanlarını da kamera arxasında bizə sizlə fəxr elədiyini bildirdilər, qürur duyduğunu bildirdilər. Bu gün hörmətli izləyicilərimiz 2025-ci il 30 iyun tarixidir. Nə arzuluyorsunuz? Bax, nəvələrinizə, bu kadrlara 10 il, 20 il sonra baxanda qoy sizi gözəl xatırlasınlar. Nə arzuluyorsunuz nəvələrinizə, övladlarınıza nə deyə bilərsiniz? Nəvələrimə, övladlarına xoş gələcək, xoş arzuluyorum. Allah dünyamızı salamat eləsin, vətənimizi salamat eləsin. Amin. Və biz də sizə can sağlığı dilirik. Dünyada ən böyük mükafat, ən gözəl ad, ən gözəl arzu can sağlığıdır. Və sizə can sağlığı dilirik və hörmətli izləyicilərim, biz də müəllimin adına gördüyünüz kimi jurnalımızda işğalına gəlmişik, sosial mediada və müxtəlif mətbuat qanalında işğalına gəldik. Təşəkkürlər.